İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bu dəfə Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə, yəni 153 nəfər köçürülüb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Hal-hazırda 63 yaşında öz torpağımıza, öz vətənimizə yetmiş. Şükür Allah'ın böyüklüyünə bugünü gördük. Həddi hüdudu yoxdur bizim sevincimizin. Şükür Allah'ın gene də yaradanımıza. Bugünü gördük. Gedim kəndimə. Ölsəm də kəndimdə ölüm. Bu çox böyük arzumuzdur bizim. İşğaldan azad edilən digər ərazilər kimi Kəngərli kəndində də sakinlərin rahat yaşayışı üçün zəruri şərait tam təmin olunub. Getmişəm, baxmışam, yaxşı evlərdir, şəraiti, hər bir şeyi. Mərasim evindən belə tikiblər. Kətdə bütün kommunal hamısı yaxşı vəziyyətdə, yaxşı, çox gözəl, xoşumuza gəlir. Allah indən belə bizə pis günlər göstərməsin. Artıq köç kərvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb və sakinlərə evlərin açarları təqdim olunub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 43 mindən çox insan yaşayır. Bəyim Mahri qızı, Diana Cəlali, Space xəbər.